Bismillahirrahmanirrahim. Salamlayıram sizi, dəyərli tamaşaçılar. Ömrümüzün baharı Ramazan adlı proqramda və bu bizim artıq sizinlə bahəm bu Ramazanda son günümüzdür. Yəni 30-cu gündəyik artıq. Və Allah Taala bu ayı 30 gün qərar verdi bu ildə və bu gündə xüsusilə Novruz günlərinə təsadüf edir. Allahdan diləyirəm ki, bu sizin ən gözəl günləriniz olsun. Allah Taala sizə önümüzdə gələn bu ili, bu fəsli ən gözəl və ən bərəkətli şəkildə qeyd etsin sizin üçün, sizin taleyinizə, sizin ömrünüzə inşallah. Süfrəniz bol ruzili, bərəkətli olsun. Allah canınızı sağlam etsin ki, inşallah ki, gələn Ramazanlarda nəsib olsun və Ramazan orucunu həmişə sağlam şəkildə tuta biləsiniz. Amma gələk mövzumuza. Bu gün artıq Ramazan ayının 30-cu günüdür və son günüdür. Biz Ramazan orucunun mənəvi təsirlərini, əhya axşamlarında etdiyimiz tövbələrin qalıcı olmasını necə edək, necə saxlayaq, mənəvi təsirlərini necə qoruyub saxlayaq, o barədə danışırdıq. Və bu nöqtəyə gəlib çatdıq. Nöqtə bundan ibarətdir. Ötən dəfə biz təqva barəsində danışmışdıq. Bu dəfə isə insanın ölümü xatırlaması və qiyaməti xatırlaması bəhsini sizin nəzərinizə çatdıracağam. Ümumilikdə insan əgər bu dünyanın ötəri olduğunu və bir gün qiyamətdə Allahın huzuruna gələcəyini, hər bir əməlinin, hər bir düşüncəsinin, hər bir rəftar və danışığının sorğu-sual olunacağını bilsə və buna yəqini olsa, etiqadı olsa, sözsüz ki, o xətalara yol verməz. Sözsüz ki, o düzgün şəkildə həyat tərzi qurar. Əksər insanların inancı və etiqadı yoxdur qiyamət gününə və ölümdən sonraki həyata, əbədi həyata. Bu yüzdən də insanlar çox əməllərinə diqqət etmirlər və hətta mömin şəxslər belə bəzən olur ki, unudurlar. Bu yüzdən bizə sifariş olunur ki, biz qəbristanlığını, qəbristan əhlini ziyarət edək və xüsusən də bu günlərdə istər Fitr bayramı ərəfəsində, istər Novruz bayramının əməlləri sırasında qəbir əhlini, qəbristan əhlini ziyarət etmək məsələsi də var və ölüləri ziyarət etmək özü bais olur ki, biz ölümü xatırlayaq və dünyadan köçən şəxslərin cənazəsində iştirak etmək İslam tərəfindən sifariş olunubdur, Allah tərəfindən sifariş olunubdur. Bu özü bizə ölümü xatırladır, son mənzili xatırladır ki, biz əməllərimizə daha düzgün şəkildə nəzarət edək və günahdan uzaq qalaq inşallah. Və digər nöqtə isə Ramazanda qalmaq məsələsidir. Bu çox önəmli bir məsələdir. Ramazan ayı çıxdıqdan sonra əgər istəyiriksə ki, əməllərimiz qorunub saxlansın, İndi ki, bir ay biz bu proqrama sıx şəkildə yəni əməl edirdik, insanlara ehsan edirdik, çalışırdıq dilimizə, yəni düşüncələrimizə nəzarət edək, çalışırdıq ki, gündəlik proqramımızda ibadət olsun, Qurani-Kərim olsun, namaz qəzalarını qılaq və yaxud hər hansı bir proqram ki, siz özünüz öz həyatınızda tətbiq etmişsiniz, sözsüz ki, Ramazan ayını heç kəs adi şəkildə keçirtmir. Və Ramazan ayının xüsusi mənəvi bir abu-havası var. Gəlin elə bu Ramazanın sonundan belə qərara gələk ki, Ramazanda qalaq. Yəni, Ramazan ayını digər aylarda da davam etdirək. 11 ay boyunca həyatımızda tətbiq edək və Ramazan ayını davam etdirək. Əgər Ramazanda qala bilsək, gələn Ramazana dək ki, Allah Taala sizə sağlam can, gözəl həyat bəxş eləsin inşallah. Nəsib olanda Ramazan orucunu tutmaq da asan olacaq, ibadətlərini etmək də asan olacaq və günahlar bəhsində də dilimizə, gözümüzə, qulağımıza nəzarət etmək daha rahat şəkildə olacaq. Digər məsələ isə hüsnüzən məsələsidir ki, biz Allaha ümidli olmaq və Allaha xoşgüman olmaq barədə ötən dəfələrdə də danışmışdıq. Bu özü də səbəb olur ki, bu məsələni təkidlə qeyd edirəm ki, Allaha ümidli olmaq lazımdır. Hər nə qədər xəta etsək də, günahlarımız olsa da, səhv işlərimiz olsa da, yenə də Allahın yəni bəndəsi olduğumuzu unutmayaq, Allaha doğru qayıdaq və ondan bağışlanmaq diləyək. Dərhal hər hansı bir xətamız üçün çalışaq ki, Allahdan üzrxahlıq edək, tövbə edək
və bu məsələdə də Allaha təvəkkül məsələsi önəmlidir. Yəni hər işdə bizim vəkilimizin Allah olduğunu, bizim bütün işlərimizin əsası Allah olduğunu unutmayaq. Yəni bilirik ki, Allah Taala bizə iradə verib, amma bizim etiqadımıza əsasən 50-50-yə, 50% əgər Allahın öhdəsindəsə, 50% insanın öz rəftarları, özünün iradəsinin öhdəsindədir. Amma ən əsas Allah bizim haqqımızda bilirik ki, iradə edir bəzi məsələlərə, hətta bizim öz barmağımızı, vücudumuzu, hər hansı bir işləri görmək üçün istifadə etməyimiz hamısı Allahın iradəsi ilədir və izni ilədir. Bu məsələləri unutmayaq. Günah məsələsində əgər hər hansı bir günah iş baş veribsə, dərhal Allaha hüsnü zənli olaq və ümidli olaq, tövbə edək, bu məsələni unutmayaq. Və digər məsələ isə təvəssül məsələsidir. İnsanın öz əməllərini qoruyub saxlaya bilməsində təvəssül məsələsi çox önəm daşıyır. Yəni insanın məxsusən də dövrün imamına, yəni dövrümüzün imamına təvəssül etmək və gündəlik hər həftənin günləri bilirik ki, hansısa imamlara, hansısa məsumlara xasdır, onlara aiddir və onların ziyarətnamələri var. Günün duaları var, günün ziyarətləri var ki, ən azından qısa bir ziyarətlərdir, çox qısa bir mətnlərdir. Bu mətnlərlə gündəlik günümüzü həvalə edək imamlarımıza, məsumlara və onlara təvəssül edək ki, sözsüz ki, onların qeybi köməkləri, onların mənəvi köməkləri bizə çox olar və təvəssüllərimizdən əl üzməyək, əl çəkməyək. Bəzi insanlar ki, həmişə təvəssül bəhsində çaşqınlığa düşürlər, yox bu şirkdir, bu nə bilim düzgün deyil. Amma adi həyatımızda belə biz görürük ki, insan hər hansı bir iş üçün bəzən kimlərisə vasitə qərar verir. İnsan şifa tapmaq üçün bəzən həkimə müraciət etməli olur. Biz həkimə müraciət edərkən biz ona pərəstiş etmirik, ondan şifa istəmirik, sadəcə bilirik ki, o vasitəçidir və o elmi var bu sahədə, bilgisi var bu sahədə, bizə şəfaya çatmaq üçün, yəni sağlamlıq əldə etmək üçün kömək edə bilər, vasitəçi ola bilər və Əhl-i Beyt də sözsüz ki, mənəvi məsələlərdə və istər mənəvi, istər maddi məsələlərdə vasitəçi ola bilərlər, ən yaxşı vasitələrdir. Hətta Qurani-Kərimdə yəni biz əgər Yusif surəsini mütaliə etsək, görəcəyik ki, Həzrəti Yaqubun da gözlərinin şifa tapması, yəni gözlərinin açılması, nura qovuşması, Həzrəti Yaqubun şifaya qovuşması Həzrəti Yusifin köynəyi ilə oldu. Bu o mənada deyil ki, onlar şirk etdilər. Yəni Quran özü buna işarə edir. Bəs deməli təvəssül bəhsində dövrün imamını heç zaman unutmayaq, günümüzü ona həvalə edək, gündəlik ziyarətlər ki var, imamların ziyarətləri, onu oxuyaq, amma xüsusilə dövrümüzün imamına təvəssül etməyi unutmayaq, işlərimizdə ondan kömək diləməyi, kömək istəməyi unutmayaq inşallah. Bu günlərdə Fitr bayramı günləridir artıq, bayram axşamı hesab olunur. Və bu günlərdə önəmli nöqtələrdən biri budur ki, bayram məsələsində bəzi insanlar belə düşünür ki, ümumilikdə bayram sadəcə əyləncədən ibarətdir. Xeyr, yəni əsl həqiqi bayram İmam Əli əleyhissalamın buyruğuna əsasən məhz insanın günahlardan uzaq qaldığı gündür. Yəni o gün ki, günahlardan insan uzaq qalır, o vaxt insan üçün bayramdır. Və bayramın İslamda anlamı məhz qayıdışdır, yəni fitrətə qayıdış. Yəni paklığa, doğruluğa və düzgünlüyə qayıdış. Bu gözəl Fitr günündə, Fitr axşamında sizə arzu edirəm, dilirəm ki, günləriniz günahsız keçsin, doğruluğa və düzgünlüyə doğru qaydasınız və inşallah ki, yenidən sizə Ramazan günləri nəsib olsun inşallah. Allaha həmd və səna edirəm ki, bu bir ay müddətində sizin xidmətinizdə oldum. Allah inşallah ki, tutulan orucları, ibadətləri qəbul etsin və hər zaman bizi və dünyadakı müsəlmanları öz xeyir duanızda əskik etməyin, unutmayın inşallah. Sağ olun, Allaha əmanət olun.